deyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qâlel Hüseyin aleyhisselam İnna lillah ve inna ileyhi raciun ve alel İslami esselam İz qad buliyetil umme bira'in mitle Yazidin ve laqad semi'tu Resulallahi sallallahu aleyhi ve alihi ve sellem يقول الخلافة محرمة على آل أبي سفيان. Bugün Məhərrəm ayının ikinci günüdür. Bugün o gündür ki, artıq İmam Hüseyin aleyhisselam İslam tarixinə əsasən bugün Kərbəlaya yetişir. Və qədimdən ilə adət qalıb Məhərrəmin əvvəlindən əzadarlığa başlanılır. Amma tarixə əsasən Məhərrəm ayının ikinci günü ki, bu gündür, İmam Hüseyin aleyhisselam Kərbəlaya yetişir. Bugün o gündür ki, İmam Hüseyin aleyhisselam bildiyimiz kimi Kərbəlaya tək gəlmədi. Kərbəlayda ailələr var idi. İmamın ailəsi və yanında olan bəzi səhabələrin ailəsi, o cümlədən xanım Zeynəb salamullahi əleyha və onun iki oğlu və digər Bəni Haşim cavanları, qızlardan, oğlanlardan Kərbəla hadisəsinə doğru gəldilər. Kərbəla çölünə doğru gəldilər. Kərbəla nə deməkdir? Kərbun və bəla. Bəla ki, bildiyimiz həmən sözdür. Kərb də yəni çöl. Quru torpaq, quru yer, bəla çölü. Bu cür adlandır. Tarixdə ora Neynava da deyirlər. İmam Hüseyin aleyhisselamın şəhadətindən sonra Kərbəla adlandı. Yəni bəla çölü, bəla torpağı, bəla səhrası. Həqiqətən bəşəriyyət tarixində Kərbəla bizim üçün böyük bir dərsə, bir məktəbə çevrildi. Və qədimdən də İmam Hüseyin aleyhisselamın bu Kərbəla məktəbini hər kəs bir şəkildə yaşatmağa başladı. Az da olsa, kiçik məclisdə olsa, böyük məclisdə olsa, hər kəs bir cür bu məclisləri yaşatmağa başladı. İmam Səccad əleyhisselamın bir buyurduğu kəlmə var Yezidin sarayında. Bundan ibarətdir, buyurur ki, Əl-məhəbbətu fi qulubil müminin. Biz əhl-i beytin məhəbbəti möminlərin qəlbindədir. Heç vaxt bu məhəbbət sönməyəcək. Bizi sevənlər hər bir yerdə də olsa bizi sevəcəklər. Və hədisdə var, İmam Sadiq aleyhisselam buyurur ki, hər kim bizim məclislərimizi dirildə, diri saxlaya, Allah onun qəlbini bizim məhəbbətimizlə dirildər. Yəni, hər nə baş versə, deyər ilahi, əhl-i beyt ehtiramına mənim məsələn bu işimi, bu gücümü, bu hacətimi, bu niyyətimi düzəlt, mən sizə həvalə eləyərəm, Allaha bir rahatçılıq gələr. Kimə gələr? O kəsə gələr ki, İmam Sadiq aleyhisselam buyurur, hər kim ki bizim hökmlərimizi, bizim sözlərimizi, bizim məclislərimizi dirildə, Allah onun qəlbini diri saxlayar. Adam var, görürsən, belə deyək, yoru dildə, dünya dağılır, heç vecinə deyil. Nə ölüm qorxusu var, nə kasıbçılıq qorxusu var, nə bilim,
heç nədən qorxmur. Niyə deyir, mən Allaha təvəkkül edirəm. Mən əl açacaq Allahım var, vəsilə tutacaq onun əhli beyti var. Mən kimdən qorxmalıyam? Allah əhli beyti sevənə belə bir məhəbbət nəsib eləyər. O məhəbbət insanı rahatladar. O məhəbbət insanın ruhunu rahatladar. Allah Teala bizi iki hissədən ibarət yaradır. Biri bizim ruhumuzdur, biri bizim bədənimizdir. Nədir ki, bədənimizin yeməyə, içməyə ehtiyacı var, ruhumuzun da mənəvi qidaya ehtiyacı var. Bəzi vaxt görürsən, məsələn, adam deyir, mən darxıram, bilmirəm, niyə eləyirəm, ağlamağım gəlir, bilmirəm, niyə eləyirəm. Alimlər deyir, insanın ruhuna mənəviyyət çatmadıqda eyni dar paltar geyinən adama oxşuyur. Görəsir, özünü evə çatdırar və o libası əynindən çıxardar. İnsanda mənəviyyət olmanda, ruhu rahat olmayanda, əhl-i beyt məhəbbəti olmayanda, ibadəti, itaati az olanda insanın görürsən, insan sıxılır. Bizim o ruhumuzun dərinliklərinin, o ruhumuzun sağlam qalmağı, sıxılmamağı əhl-i beytin məhəbbətinə bağlıdır, İmam Hüseyin məhəbbətinə bağlıdır. Xanım Zəhra, xanım Zeynəb, salamullahi əleyhaların məhəbbətinə bağlıdır. Baxın, İslam dinində o qədər məzhəblər var ki, 73 yerə bölünürük. Hamı deyir, mən müsəlmanam. Hamı da deyir, mən müsəlmanam. Hamı da deyir, mən la ilahə illallah deyirəm və bizdən haqqı və bizdən düzgünü yoxdur. Amma Allah belə bir ölçü qoydu. Dedi, mən Həzrəti Musanı göndərdim, ətrafına davamçı olaraq 12 nəqib göndərdim. Mən Həzrəti İsanı göndərdim, onun davamçı olaraq 12 həvvarisi. Bizim Peyğəmbəri göndərdi, son Peyğəmbər olaraq. Bu Allahın bir proqramıdır ki, 12 imamı ondan sonra təyin elədi ta qiyamətə kimi. Bu imamlardır ki, insan həyatında dəyişiklik edirlər. Bu əhl-i beyt məhəbbətidir, o imamlara olan məhəbbətimizdir ki, bizim müsəlmançılığımızı və bizim necə yaşamağımızı onlardan öyrəşirik. Yəni, hər kim onların xəttindən, onların sözündən, istiqamətindən çıxıb, nə qədər varlı olsa belə, görürsən ki, yolunu azmışdır. Həzrət Rəsulullah özü buyurur ki, məni Allah yolladı, göndərdi ki, mən bəndələri qorxudan. Əlini yolladı, bəndələri hidayət edir. İmam Həsəni yolladı, Həsən nə demək? Yəni, yaxşılıq, gözəllik ki, İmam Həsən ikinci imamımızdır. İmam Həsəni yolladı ki, Allah bəndələrə yaxşılığın necə olmağını öyrədir. Tabi elə Peyğəmbər sayır. İmam Hüseyni yolladı, şücaət, mərdlik, şəhadəti öyrədir. İmam Hüseyn yeganə imamdır ki, dualarda da adı əyyuhəş şəhid, yəni ey şəhid olaraq qeyd olunur. Ki, bugün deyirik ki, Qarabağ şəhidləri, İslam ümmətinin şəhidləri istər-istəməz avtomatik olaraq insanın beyninə, zehinə, fikrinə gələn kimdir? İmam Hüseyin əleyhissalam. Niyə? Çünki şəhidliyin və şəhadətin nə olacağı İmam Hüseyin əleyhissalamdan və Kərbəladan öyrəşdik. Ondan qabağa kimi o kəlmə o qədər nə məşhur idi, nə öz yerini tapmışdı. O şəhidlik sözü bugünkü iftixarla deyirik, filan kəs şəhid oldu. Bu şəhidlik sözünü canlandıran və canlı saxlayan İmam Hüseyin əleyhissalam oldu. Və odur ki, neçə illər keçməyinə baxmayaraq, 1400 ilə yaxın keçməyinə baxmayaraq, yenə də bu məclislərimiz nədir? Yaşayır. İmamın bir hədis oxudum söhbətimin əvvəlində. Mərvan İbn-i Həkəm gəlir İmam Hüseyin əleyhissalama təklif eləyir ki, Yeziddən
beyyət elə. Yəni sən Yezidə bağlanma. İmam cavabında bu sözü buyurur: İnna lillah və inna ileyhi raciun. Bu Qur'an ayəsidir. Yəni Allahdan gəlmişik, Allaha qayıdacağıq. Bu ayə o vaxt oxunur ki, bir adam rəhmətə gedəndə bəndələr öz ürəyini rahatlamaq üçün bu ayəni oxuyurlar ki, Allahdan gəlmişik, Allaha qayıdacağıq. Yəni çox da narahat olma. Məsələn, ey ölən şəxsin sahibi. İmam bu cümləni burada işlədir ki, inna lillah və inna ileyhi raciun. Mənası budur ki, burada cümlənin mənası budur ki, əgər mən Yezidə beyyət eləsəm, gərək elə bil İslam dini ölmüş olar, aradan gedər. Və ələl-İslamı əs-səlam. Gərək İslamın da salamı verilər, Fatihəsi oxunar. Niyə? İzqəd quliyyətil ümmə birain. Onda bu ümmət düçar olardı Yezid kimi bir çovanın hakimiyyətinə. Yezid kimi bir çovanın əlinə düşərdi bu İslam ümməti. Və ləqəd səmi'tu Rasulallah. Mən Peyğəmbərdən, İmam Hüseyin əleyhissalam buyurur, mən Peyğəmbərdən özüm eşitdim ki, Peyğəmbər belə buyurur: Əl-xilafətu muharrəmətun. Xəlifəlik, dini rəhbərlik haram olubdur əl-ali Əbi Süfyan. Əbu Süfyan ailəsinə. Əbu Süfyan ailəsi kim idi? Yezidin atası Muaviyə, Əbu Süfyan ki, onların Allah böyük dədə babası olub ki, Peyğəmbərlə o zamandan döyüşdülər ki, İslam dini möhkəmlənməyə, İslam dini ayağa almaya. Bir ali Əbu Süfyanın əlinə düşər bu İslam ümməti. Peyğəmbər buyurur, onlara bu xilafət, bu imamət haramdır. Onlara, eləcə də Muaviyə və Yezidə. Və bu gündə biz başqa din alimləri ki, bizim məzhəbdən deyirlər, görürsən, söhbətlərində yavaş-yavaş deyirlər ki, bəli də Yezid belə elədi, səhv elədi. Amma bir zamanlar var idi ki, ondan müdafiə eləyirdilər. İmam Hüseyin əleyhissalamın bu kəlməsi, bu cümləsi bu gün də bizim üçün canlıdır. Bu gün də dünyada İslam ümmətinin bir tərəfi İmam Hüseyinci, bir tərəfi Yezidçidir. Ki biz bunu açıq-aşkar, müasir yaşadığımız dövrdə görürük. İslamın diri qalmağı, bu İslam ümmətinin bu gün dünyada da diri qalmağı o kəslər səbəbkardır ki, Əhl-i Beyt aşiqləridirlər. İmam Əli evladırlar. Həsən Nəsrullah kimi Allah rəhmət eləsin. Həzrəti Ayətullah Xaminiyi kimi Allah ömrünü uzun eləsin. Görürsən, İslam ümmətinin bu gündə şərəfini, izzətini qoruyan İmam Əlinin balaları və seyyidlərdir. Niyə? Çünki qeyd etdiyim kimi qəlbləri, İmam Sadiq əleyhissalam buyurduğu kimi qəlbləri Əhl-i Beytin məhəbbəti ilə doludur. Və bizim bu məclisləri ki, bizi kimi insanların vasitəsilə yaşamağının səbəbi burasındadır ki, biz bu məclislərdən özümüz üçün dərs alırıq, öz yaşayışımız üçün dərs alırıq. Kərbala hadisəsinə baxırsan, illər keçir, 1400 ilə yaxın il keçibdir, amma yenə də canlıdır. Niyə canlıdır? Çünki Kərbəlanın iki hissəsi var idi. Bir hissəsi İmam Hüseyin əleyhissalama aid olan sözlər, söhbətlər idi. Digər hissəsi isə xanımlar xanımı xanım Zeynəb salamullah əleyhaya aid olan hissəsi idi. İmam Hüseyin əleyhissalamın şəhadətindən sonra xanım Zeynəb salamullah əleyha ki, İmam Hüseyin əleyhissalam bacısı idi, orada olan hadisələri, sözləri bizə gətirib çatdırdı. Xanım Zeynəb kim idi? Xanım Zeynəb o xanım idi ki, ona deyirlər Əqilə-i Bəni Haşim, Bəni Haşim nəslinin ən ağıllı xanımı idi. Xanım Zeynəb salamullahi o kəs idi ki, qardaşı oğlu İmam Səccad əleyhissalam 4-cü imam onun haqqında buyurur ki, ya əmməti, ey mənim bibim, ey atamın bacısı, ənti alimətun qeyr-i müəllimə və fəhimətun qeyr-i müfəhimə, ey mənim bibim, sən
öyrədilməmiş, dərs oxumamış aliməsən. Sən çox düşüncəli bir xanımsan. İmam Səccad əleyhissalam belə bir xitab edir. Xanım Zeynəb o xanım idi ki, ona deyirlər Siddiqe-i Suğra. Yəni, Suğra kiçik deməkdir, Kubra böyük deməkdir. Siddiqe-i Suğra, Siddiqe-i Kubra xanım Fatimə-i Zəhriyə deyirlər. Yəni, ən düz danışan xanım. Ki, böyük xanım oydu. Kiçik xanım da xanım Zeynəbi səsləyirdilər ki, qızı olduğuna görə düz danışmaqda, sədaqətdə, vəfada xanım Zeynəb bu xüsusiyyətə malik idi. Xanım Zeynəb o xanım idi ki, ona deyirdilər ki, xanım Zeynəbi bu cür də səsləyirdilər ki, Kərbəla qəhrəmanı. Amma görürük ki, Kərbəlada çox kişilər şəhid oldu, əslində qəhrəman olar idi. Amma xanım Zeynəbi bu cəhətdən Kərbəla qəhrəmanı adlandırırdılar ki, xanım Zeynəb salamullahi əleyha o şəhadət mərasimlərindən sonra gerdə qalan əsirləri, gerdə qalan ailələri, hamısını xanım Zeynəb özü kontrol elədi ki, əsir idilər, birinin əri həyatı şəhid olmuşdu, birinin uşağı şəhid olmuşdu. Buna da baxmayaraq, xanım Zeynəbin 2 oğlu Əbdullah və oğlu da Kərbəlada şəhid olmuşdu. Amma bu ağrı, acıya baxmayaraq, bütün o əsir kərvanını xanım Zeynəb sallallahu əleyha hidayət etdi. Ta gəldilər Şama, bugünkü Suriyaya, Yezidin sarayına ki, o Əməvilər məscidi ki deyilir, o nəsil oradan gəlib tikilibdir da. Əməvilər kimin nəsli idi? Əməvilər Yezidin Muaviyyənin nəsli idi ki, bugün o Əməvilər məscidini adını eşidirik. Ki, bugün düşüb Vəhabiyyətin əlinə Əməvilər məscidi deyirlər. Həmən Muaviyyənin, Yezidin ki, onların nəsli idi ki, onların adınla adlanıb Əməvilər məscidi. Suriya özü lənətlənmiş bir yerdir. Ona görə də görürəm ki, düz əməlli büyün də görür, bəndə almır. İraqın özü küfəllərə xanım Zeynəbin qardaşı olub ki, heç vaxt üzümüz gülməsin. Müharibə də qutardı, yenə baxsan düzəlir. Sadəcə orada bizə qalan nədir? O qəbirlərdir, müqəddəs imamların qəbirləridir. Tarix keçdi, yenə də özlərinə gələ bilmirlər. Niyə? Çünki xanım Zeynəbin nifrini var, xanım Zeynəbin qardaşı var. Və belə bir xanım idi xanım Zeynəb salamullahi əleyha. Yəni, məclislərimizə həmişə dəyər verək, məclislərimizə gələyik. İmam Hüseyin əleyhissalamla bir əhd bağlayaq, xanım Zeynəblə bir əhd bağlayaq ki, mən öz həyatımı sənə tapşırıram. Nəyin müqabilində sənə xidmətkar olacaq. İmam Hüseyin əleyhissalamın məclisi belə bir məclisdə insan orada xidmət elədiksə alçalmır, əksinə orada xidmət elədiksə insan ucalır. Xanım Zeynəbin məclisi elə bir məclisdir ki, insan orada xidmət eləyəndə ucalır. Və analar, bacılar öz nəzir və niyyətinizi həmişə xanım Zeynəbdən istəyin. Xanım Zeynəbə təvəssül edin. Allahı ona ant verir. İmam Hüseynə ant verək. Allahı istəklərimizi ondan istəyək. Yəni, dünya həqiqətən bir insan ömrü doğrudan da çox kiçikdir. İnsan nə qədər yaşamaq istəyir ki, bir-birinə pislik eləyə yaşaya. İnsan biraz məclisə düşüncə ilə daxil olar. Bu məclis bizim başqa hesab etdiyimiz məclislər kimi bir məclis deyil. Bu məclis bəlkə də ən bərəkətli məclislərdəndir, öz kiçikliyi ilə ən böyük və əzəmətli məclislərdəndir. Buna görə ki, burada İmam Hüseynin adı var, burada xanım Zeynəb salamullahi adı var. Bura bizi heç kim dəvət eləməyib, bura bizi heç kim zorla getməyib. Hamımız öz istəyimizlə gəlmişik. Mən də, siz də, hamımız. Niyə? İstər-istəməz o, belə deyək, zatımızda Əhl-i Beytin, o ruhumuzda Əhl-i Beytin az da olsa məhəbbəti yerləşibdir və bu məhəbbətin qədrini biləyik. Həqiqətən bu məhəbbətin qədrini biləyik. İnsan nə zaman bilir? İnsan o vaxtı bilir ki, insan dara düşür. Amma biz çalışaq həmişə biləyik. Bəzi vaxt insan Allah dərgahında dua edir. Mələklərdən nida gəlir ki, ilahi hazə savtun qeyri qərib. Mənim Allahım, bu bəndənin səsi bizə tanış səs deyil. Allahdan nida gəlir, utrubha, boşluyum o bəndi, çünki dara düşüb gəlir, indi dua eləyir və səsi ona görə sizə
tanış gəlir. Bəzi vaxt insan yerə o qədər dua eləyə ki, səsi mələklərə tanış gələr. Allah bilir bəndəsidir. Mələk bilmir kimsən. Mələk deyir, səsi tanış gəlmir. Belə bir məclislər bizim özümüzün oyanışımız üçündür. Kiməm? Bu dünyada nə üçün gəlmişəm? Nə etməliyəm? Allah məni nə məqsədə yaradıb? Niyə yaradıbdır? Adam bunları fikirləşər. Sadəcə bu dünyada Allah məni yaratdı, yeyib içmək üçünmü? Mənim başqa bir vəzifəm yoxdurmu? Əhl-i beyti sevməyin özü bizə vacib əməllərdən biridir. İmam Hüseyin əleyhissalam dedi, mən qanımdan keçəcəm, mənim şəhadətim İslamın qalmağına bərabər olacaq. İmam Hüseyin əleyhissalam bu aydan qabaq həcc ayı idi. Dedi, əgər həccdə qalsam, Məkkədə məni öldürərlər, şəhid olurlar. Allahın evinə istəmirəm, qanım tökülər. Gedəcəm dəvət olunduğum yerə, Kərbalaya, Bəna torpağına. Orada şəhid olacam. Allahın evinin hörmətini qoruyacam. Alimlərimiz bugün təhlil edirlər ki, İmam Hüseyin Allahın evinin hörmətini qorudu, getdi o çöllükdə Kərbəlada şəhid oldu. Allah ona elə bir izzət dəyər verdi ki, hətta o torpağı belə şəfadır. Elə Kərbala mövlü, Kərbala torpağı, xəstənə Kərbala torpağı, torpağına belə Allah dəyər verdi. Ki, başqa torpaqlara Allah o dəyəri verməyir. Alimlərimiz deyir, ümumiyyətlə torpaq yemək haramdır. Amma şəfa niyyətindən İmam Hüseynin Kərbala torpağının şəfa niyyətindən yeməyin heç bir eybi yoxdur, bəlkə şəfadır. Torpağı belə fərqləndir. Niyə? Çünki Allahın evində qan tökülməyini istəmədi. Allahın evinin hörmətini qorudu İmam Hüseyin əleyhissalam. Allah da ona elə bir dəyər verdi. Bugün Allahın evində, həcc ziyarətində 7-8 milyon adam olursa, İmam Hüseyin əleyhissalamın ərbəin ziyarətində 30 milyon adam olur. Çox böyük rəqəmdir. 5-3 adam bir yerə yığmaqda adam çətinlik çəkir. Amma 30 milyona kimi adam, 28 milyon, 30 milyon, bəzi illər 36 milyon belə deyilir, 36 milyonu o İraq, bugünkü İraq o şəraitsizliyi ilə qəbul edir, gedir, gəlir ziyarətçiləri, hər bir şey, məsələn, ehsanlar belə, hər bir şey pulsuz, bu qədər xalq dəli olmuyor ki. Sünnüsü gəlir, şiyəsi gəlir, keşiş belə gəlir boynunda xaçla, bunlar dəli olmuyor ki. İmam Hüseynin kimliyini başa düşüblər, İmam Hüseynin məhəbbətini hiss edirlər. Odur ki, İmam Hüseyin əleyhissalam üçün hər nə qədər iş görülsə az deyil. Və bu qədər sıxıntılar içərisində İmam Hüseyin əleyhissalamın səhabələrdən biri deyir, zöhr namazı idi. Dedi ki, ya Hüseyin, zöhr əzanının vaxtıdır. Dedi, Allah səni yad eləsin, namazı yada saldı. Kərbalada çox hadisələr var. Məsələn, bir hissəsi budur ki, imam o, hətta yazılır, oxlar altında belə namazını tərk eləmədi. Bugün mənə, sənə, qadın kişi fərqi yoxdur. Özü bir mesajdır ki, mən Allaha bağlıydım, Hüseyin oldum. Sən Allaha bağlı olmasan heç kimsən. Allahla əlaqəni kəsmə. Bəzi vaxt biz bəzi şeyə demək, gecdir, yaşım keçibdir, nə bilim, və yaxud cavanam, xeyr. Kərbala hadisəsi elə bir hadisədir ki, bizim özümüzü özümüzə tapdırmağa çalışır. Bizim özümüzü özümüzə tanıtdırmağa çalışır ki, özünüzü bu məktəblə tanıyın. Kimliyinizi bu məktəblə bilin ki, kimsiniz. Bəzi qəbristanlıqlara geçsəniz, görürsən ki, məsələn, bir kişinin qəbri üstə ya xanımın qəbri üstə yazılır ki, Kərbəlayı filan kəs, Məşədi filan kəs. Adam istər-istəməz dilindən gəlir, Allah rəhmət eləsin. Niyə Kərbalı ehtiramla görə? Niyə Məşəd ehtiramla görə? Bu məhəbbət istər-istəməz bizim zatımızdadır. Bizim xanırımız Əhl-i Beytin məhəbbəti ilə yoğurulubdur. Və ona görə hər bir alacağımız dərs İmam Hüseyin əleyhissalamın məktəbindəndir. Hətta tövbə dərsidir. O, müharibə içərisində Hürr ibn Yəzid Riyahi o kəs idi ki, İmam Hüseyin əleyhissalam Kərbalada gəlib bu hadisələr başına gəlməkdə bir 70-80% onun da günahı var. Amma Aşura günü tarixdə yazırlar ki,
sapıqlarını doldurdu qumla, astı çiynində, ağlar vəziyyətdə gəldi İmam Hüseyin əleyhissalam yanına. Dedi, mən tövbə edeyim. Niyə? Bu gecə babamın yuxumda gördüm, dedi, Allah sənin üzünü qara eləsin. Sən Rəsulullahın yanında, Peyğəmbərin yanında mənim üzümü qara eləyirsən. Gör, kimlə üzbəüz durub, kimlə döyüşürsən. Bəzi vaxt bir yuxu belə adamı oyadır. Gəldi, tövbə elədi. Bugün deyirlər ki, ilahi bizim tövbəmizi Həzrəti Hürrün tövbəsindən qərar verir. Yəni, Hürr kişi kimi tövbə elədi, həqiqətən qayıtdı. O da bir oyanış oldu onun üçün. Bu məclislər o məclislərdir, biz özümüzü tanımağa çalışmalıyıq və İmam Hüseynin hərəkətlarını, belə deyək, öyrəşib, az da olsa Əhl-i Beyt, aşiqi Əhl-i Beyt məhəbbətimizə, qəlbimizdə yer verməliyik. İnşallah Allah Teala bizi həqiqi Əhl-i Beyt aşiqlərindən qərar versin inşallah. Allah bizim bu məclislərimizi İmam Hüseyin əleyhissalam ehtiramına ali dərəcədə qəbul eləsin inşallah. Hər kimin xəstəsi var, Allah İmam Səccad ehtiramına xəstələrimizə şəfa versin inşallah. Hər kimin nə nəzri, nə hacəti, nə niyyəti var. Allah bu məclis ehtiramına ali dərəcədə qəbul eləsin inşallah. Bizim bu məclislərimizi davamlı məclislərdən qərar versin inşallah. Öz salamatçılığımıza, ölənlərimizin ruhu şadlığına, Muhammed və Ali Muhammedi salavatla yad eləyək. Allahümmə salli ala Muhammed və Ali Muhammed və acil fərcə.